Deməli, uşaqlar, biz danışırıq konusdan. Konus nəyə deyilir? Dedim ki, düzbucağı üçbucağın bir katil ətrafına fırlanmasına alınan fırlanma cisminə konus deyilir. Gəlin, necə fırlandığını göstərim sizə. Düzbucağı üçbucaq çəkirəm belə. Hop, düzbucağı üçbucaq. Hamınız şükür Allah tanıyırsınız. Birini belə çəkirəm. Belə. Adlandıraq. A, C, B. Bura 90 dərəcə. Mən bu düzbucağı üçbucağın B-si katili ətraf dəqiqə. Benim buraya yazarsaydım. Bu düzbucağı üçbucağın B-si katili ətrafında bu fiquru fırlatsan, yəni B-si tərəfini tərpənməz saxlayıb. Bunu fırlatsam, bunun kopyasının biri burada alınacaq. B-si tərəfinin sağ tərəfindən alınacaq. Simmetriyası da belə deyil. Simmetrik olan hissəsi. Və A-si tərəfi burada başlayır çevrə cızmağa. Çünki B-si tərəf ətrafı fırlananda A-si burada dairə cızmağa başlayır. Bax belə. Konus həyatda misal göstərmə olar. Həyatda məsələn asfaltlara znaklar qoyurlar. Evet, çəhra rəngli znaklar. Çəhra yox, narıncı rəngdə. Kosan papağına oxşuyur. Kosan papağın öz Hələ necə? ən yaxşı tərif elə Kosanın papağıdır da mən. Ha, ən yaxşı papaq kosan papağı. Kosan papağı olar. Konus formasında görürsünüz, dütdəyə oxşuyur. Qıf görmüsünüz, qıf. Qıf və konus var idi. Bu oturacaq radiusdur. R. R burada oturacaq dairədir, radiusdur. BC konusunun oxu adlanır. BC məsafəsi. Konusu nədir? Adlanır oxu. Həmin hündürlüyü taşdır. AB və B, AB burada olsun B, D. Bu da konusu doğranlar adlanır. Buradakı yan tillər ev konusu nə adlanır? Doğranan adlanır. Konusun doğranan. Konusu bunlar əmələ gətirir də. Yəni konusun səthini bunlar əmələ götürdüyü üçün bu konusu doğran adlanır. Doğranıdır. Belə oldu. Burada da yine bu düzbucağı üçbucağı adlandırırım. A, C, B. Bu sefer AC katiti ətrafında fırlatsaq, AC tərəfi tərpənmə saxlayıb B-sinin onu ətrafı fırlatsaq, düzbucağı üçbucağın biri də aşağıda alınacaq. Bax, belə alınacaq. Oldu 90 dərəcə. Və B-si burada fırlandığı üçün B-si başlayır çevrə cızmağa. Bax, belə. Burada artıq, bayaq burada AC katiti radiusu idi. İndi BC katiti radiusu olacaq. R, R. AB burada doğru olacaq. R, R. AC burada konusun hündürlüyü. H. Elə konusu yıxıblar. Kosan papağı belə yıxılıb yanın üstə. Belə uşaqlar. Konusun da yan səthinin saat üstürü var. Konusun yan səthinin saat üstürü S-yan bərabərdir. Pi R vurulsun L'dir. Konusun yenə deyirəm, yan səthin saat üstürü pi R L'dir. Tam səthin saat üstürü isə S tam bərabərdir. S-yan üstə gəlib bir dənə S oturacaq. Çünki konusun bir dənə oturacağı var. S-yan pi R L'dir. Oturacağın sayısı dairə. Dairənin sayısı pi R kvadratdır. Burada pi R'i ortaq vurub çıxarsaq qalacaq R plus R. Yəni konusun tam səthin saat üstürü S tam bərabərdir. Pi R vurulsun R plus R. Bir də şöyle konusunun yan səthinin açılışı var. Onu yazmalıyam. Əsas bundan danışmalıyam. Konusun yan səthinin açılışı. Bu şəkli buradan silək çıxsın əlimizdən. Çünki bu bizə lazım deyil. Şöyle konus açanda bax, elə ki bıçaqla kəsib açanda konusun bax, bir üzü bax, belə üçbucağı olacaq.
Yəni konus bax bu üçbucağı oxşur da, bax bu formada açılır. Bir dəqiqə. Mən dərs izah eləmə başlayanda WhatsApp-da mesajdan arxası kəsilmir də. Bu belə. Bir də bu elə bir ki, indi göstərəcəm sizə. Bir də bu oturacaq dairədə. Dairə bir qapaq kimi açılacaq burada. Bax belə. Bax uşaqlar. Yenə bura A yazıram. B, D. Bax, bu elə belə bu AD əyrisi var ha. AD əyrisi. Bu çevrən uzunluğu boyunca belə bükülür. Belə gəl qucaqlayır. O əyri belə durub belə. O əyri bax belə gəl onu adi ana deyirəm ki, bax burada gəl qovuşurlar bir-birlərinə. Bükülür gəl ağız-ağıza orada birləşirlər. Belə başa düşün. Bu mərkəzi S ilə işarələmişdir. Bura S yazıram. S buna uyğun olur. Bu şəkildə uyğun olaraq yazıram. Amma elə bil ki, bura əməliyyat edirik. Açırıq bax bunu. Açırıq. Açıb bu şəkildə alırıq. Bax S-dən bura qədər məsafə konus nədir? Radiusdur. R-dir. Bu da AB ilə B-də yəni doğuranlar. Bu sabit. L qalır. Oldu. Burada bax bu bucağa yazılır beta. Bu beta bucağına deyirlər konusun yan səthinin yan səthinin açılışındakı təpə bucaq. Bu beta odur. Bu AD məsafəsində uşaqlar, bu AD var, əyrisi. Çevrə boyunca qatlandığı üçün çevrənin uzunluğuna bərabər olacaq. C bərabər olacaq 2 pi r. O silindirlə demişdim. Silindirin demişdim yan səthin açılışı düzbucaq formasındadır. Ona görə də düzbucaqlığın uzunluğu çevrənin uzunluğuna bərabərdir. Bu da o proses var. Silindirin deməli yan səthinin açılışı düzbucaqlı idi. Konusun yan səthinin açılışı dairə sektorudur. Bu sektor uşaqlar. Sektor nəyə deyilirdi? Keçmişdik. Dairənin iki radius arasında qalan hissə sektor deyilir. Elə ki, bu hər hansı bir dairənin bir hissəsidir. İstəyirsə onu göstərim sizə. Bir dəqiqə. Ona bura silmək olacaq, məcbur. Bax, elə bir dənə yekə bir dairə çəkirəm. Bax, belə yekə dairə. Yox. Bizə göy lazım deyil. Bizə qırmızı lazım deyil, göy lazım. Bax, belə. Bax, bu elə bir ki, uşaqlar. Buralar sizə əlimizə bulaşmasın. Bura baxın. Bax, açıq-aşkar hər şey sizə göstərəm. Bax, B mərkəzi bax, bu B mərkəzi buradır. B, buranı birləşdirək. Bax, belə. A, D. Buraya yazmışıq L. Burada L'lər bütöv dairə nəyə sayılır? Bu L'lər. Radiusu. Ay sağ ol. Dairənin radiusudur. Amma burada konusun yan səthinin açılışındakı nədir? Doğuran adlanır. Buraya yazmışıq beta bucağı. Burası sektor. Bax bu şəbəkə uşaqlar, bu şəbəkə. Sektor. O şəbəkə İngilis baltasına oxşur dediyimiz o vaxt keçəndə. Bəlkə yadınıza gələr. Sektor buradır bax. Sektor, dairə sektoru. Ya bu ABD, bax bu hissə həmin dairənin bir hissəsi idi. Bu AD məsafəsində bu AD qövsdür da, bu qövsün uzunluğu C bərabər 2π-yə bərabərdir. Yəni bu çevrənin radiusuna, çevrənin uzunluğuna bərabərdir. Bizə nə lazımdır? Bu sektorun sahəsi. Elə ki, beta bucağı nəyə bərabərdir? Biz bilirik ki, sektorun sahə üstü nətərdir? Pi kvadrat alfa bölü 360. Ay sağ ol. Yaxşı, qövsün uzunluğu üstü nətərdir? Ya bu adi qövs alınır burada. AMD qövs yazın. Hə? 2π. Ay 2π alfa bölünsün 180 dərəcə. Çevrəm uzun deyirəm. Qövsün uzun deyirəm. AMD qövsü bərabərdir. Pi R Alfa bölü 180 dərəcə. Ay sağ ol. Düstur belədir. İndi qövsün uzunluğu 2π-yə bərabərdir. Bu çevrənin uzunluğuna bərabərdir. Düzdürmü? Oturacaqdakı çevrənin radiusuna bərabərdir. Onda
2 pi r beraberdir. 2 pi r beraberdir. Pi vurulsun. Bu r. Bu r. Budur. Bu r'den bunu karıştırmayın. Bu r'le bu r'i karıştırmayın. Ha. La bu kiçik r yazın. Fərqlənsin diye bu kiçik r yazın. Karıştırmayasın diye. Bu böyük dairenin radiusudur. Yaxşı mı? Böyük r ise konusun açılışındaki oturacağın dairesinin radiusudur. Bu kiçik buraya yazım kiçik. Ona bu düstura uygun olsun. Bir dakika buranı sileyim. Buranı sileyim. Bak. Bir yazıram. El AMD qövsünün uzunluğu beraber düstur olup pi kiçik r alfanın yerine yazarsam beta bucaq. Mərkəzi bucaq betadır. Beta bölünsün nə? 180 dərəcə. 2 pi r bu çevrənin uzunluğu. Yenə də bu yaşıl çevrənin bu çevrənin uzunluğudur. R'in yerine yazacağım r. Çünki r buna bərabərdir axı. Beta da qalacaq olduğu kimi bölünsün nə? 180 dərəcə. Yaxşı. Bu məxrəcin bir yazıb, hər tərəf pi ilə ixtisar aparsam, çarpaz vursam, r vursun beta bərabər olacaq. 2 r 180-ə vuranı eləcəkmi? 360 dərəcə vurulsun r. Beta da bərabər, beta'nı buradan tapsam, beta bərabər olacaq. 360 dərəcə bölünsün L vurulsun R. Bu da uşaqlar. Bax bu beta yadınızda saxlayın. Bu düstur oldu ki, mən bu düsturun hardan alındığını sizə Bu beta nə idi? Konusunun yan səthinin açılışındakı təpə bucaq. O beta bucağının düsturu nə tür oldu? Beta bərabər oldu. Yəni belə yazırlar. R bölünsün L vurulsun 360 dərəcə. O düsturu kitabda da var. Yəni birbaşa yazıbdır. Hardan alındığını soruşmurum. Mən sizə hardan alındığını izah elədim. Ki o sektorda alınır. Qövsdə alınır. Bir də konusun yan səthin sağa düsturunu yazdım. Bayaq. Buranı silim. Bir dəqiqə. Konusun yan səthin sağa düsturunu nə yazdım? PRL. Aysa. S-yan bərabər pi. O pi L bilirsiniz hardan alınır? Bilmirsiniz. İndi deyəcəm. Konusun yan səthinin açılışı görürsünüz mü? Sektordur. Buraya yazmışam. Sektor. Sektorun S-yan elə bir ki, S-sektor tapırsan. S-yan elə nə deməkdir? S-sektor demək. Sektorun sağa düsturunu nətər idi? R kvadratı alfa bölü 360. Aysa. Y kvadrat alfa bölünsün 360 dərəcə. Əhsən. Bərabər. Bu 360 dərəcənin qabağı belə tərs 360 dərəcədə də bir belə çıxardım qabağa. Vurulsun. Pi. Bu sektorun dedik axı bu sektorun radiusu, bu sektor budur da. Bu şəkildəki idi. Yəni burada kiçik yer yazsaydı daha yaxşı olardı. Bir dəqiqə dayanın. Bir dəqiqə. Bax. Pi. Bax bu sektor burada çəkmişəm da görürsünüzmü? O radiusunu kiçik yerdən işarələmişəm. Kiçik pi r kvadrat alfada beta yazım. Mərkəzi bucaq çünki beta da burada. Beta. Bölünsün 360 dərəcə. Bərabərdir. 360 dərəcənin qabağı tərsinə çıxılacaq. 360 dərəcə 1. Pi vurulsun. R kvadratı. R'in yerinə heç nə yazmayaq. Elə qalsın. R kvadratı vurulsun. Beta nə tapdıq? Beta budur bax. Düstur yazım tapmışam burada. R bölünsün L vurulsun 360 dərəcə. Beta'nın yerinə yazıram nə? L bölək L vurulsun nə? 360 dərəcə. 360 dərəcə burada ixtisar gedirmi? Gedir. Aham bir dəqiqə. 360'da ixtisar getdi. Qaldı burada nə? R kvadrat vurulsun. R'də görürsünüz burada L-ə bərabərdir. Kiçik R nəyə bərabər? L-ə bərabər. Kiçik R-in yerinə də L kvadrat yazsam, vurulsun R bölünsün L. L'lər də ixtisar gedəcək, amma biri qalacaq. L vurulsun L. Amma pi də var idi da. Pi-ni itirmişəm. Pi var idi. Pi vurulsun L vurulsun R bərabər oldu pi R L.
Yəni bu düstur alınır. Demirəm ya düsturu əzbərləyin. Yəni mən sizə hardan alındığını izah edirəm sadəcə. Mənim məqsədim budur. Başqa məqsədim yoxdur. Ya bunu sistemləşdirər uşaqlar. Yəni mən demirəm imeni bunlar isbatını bilməlisiniz. Xeyr. Sadəcə mən sizə rəsmi deyirəm ki, budur da vəziyyət. Rəsm, Müəllim, bəli. bəs blokda isbat olur. Hər 4 dənə, 5 dənə açıq sualdan biri. Orada Onlarda bunlar orada düşə bilər. Hə, deyər ki, məsələn, konsul deyər ki, yan səthin sahəsini düsturu isbat elə. Özü verə düsturu STM bərabər PRL-dir. Deyər ki, isbat elə. Ola bilər, bəli. O cəhətdən düz deyirsən, haqlısan. Sən haqlısan. Mənim məqsədim, işim öyrətməkdirsə. Yəni mən keçdim, yəni mən minimum halı deyirəm ki, o demək deyir ki, gəl konsulun isbatı, konsulun yan səthinə saha düsturun isbatı gəlib düşəcək imtahana. Elə bir söhbət də yoxdur. Onu deyim sağ. ehtimal var da. Ehtimal var ki, 99%, 100%-də 1%. Yəni 99% düşmə ehtimalı yoxdur. 1% düşər ya düşməz. Belə. Sistemləşdirər uşaqlar. Da hardan alınır? Başa düşdünüzdə yəqin ki, bilmirəm, ya başa düşdünüz ya düşmədiniz. Yəni bu gün mən çələmin tüyü çıxdı. Bir dəqiqə qayda bura. Deməli, söhbət nə gedir? Konusdan. Konus çəkdi. Konus dedi ki, deməli konus çəkəndə, konus necə çəkəcəksiniz? Desəm ki, konus çək. O dəqiqə bir dənə bərabər yanlış bucağı çəkəcəksiniz. Normalda konusun uşaqlar. Normalda konusun ox kəsiyi bərabər yanlış bucaqdır. Bərabər yanlış bucaqdır. Oturacağı da bildiyiniz kimi dairədir. Bu da konusun hündürlüyüdür. Bax, buradakı üç bucaq A, CB üç bucağı konusun ox kəsiyi adlanır. Bu da doğranan L yazdı. S, burada O yazırıq. Bu da hündürlükdür. H. Bu da oturacağın radiuslar. R. Yaxşımı? Belə. Deməli, ACB üç bucağı görürsünüz uşaqlar. Yəni, demək, ACB konusun nə adlanır? Ox kəsiyi adlanır. Konusun ox kəsiyidir. Konusun ox kəsirsə, onda bu da konusun ox kəsiyin sahəsi S ox bərabər 3 bucağın sahəsi tərəf ilə onu çəkilmiş hündürlük arasının yarısına bərabər. Tərəfin uzunluğu AB-nin uzunluğu 2-dir. Hündürlük H-dır, bölünsün 2-dir. 2-lər qısa gedir, qalır L vursun H. Silindrin yan səthin, silindrin ox kəsiyin sahəsi 2H idi. Konusun demək ox kəsiyin sahəsi oldu nə? L vurulsun H. Bir də var bərabər tərəfli konus. Bərabər tərəfli konus. Bərabər tərəf konusu nədir uşaqlar? Ox kəsiyi bərabər tərəfli üç bucaq olan konusa deyilə bərabər tərəf konus. Bura baxın. Əgər o ox kəsiyi belə bərabər tərəfli üç bucaqdırsa, Hər tərəfi 2 bəli, bəli. Bütün tərəfə bərabərdir. A, C, B. Bir xətt, bir xətt. Bu məsafədə buna bərabər olacaq. Bir xətt. Bu mərkəz O. Bura 2L-dirsə, bəli. Burada L də nəyə bərabər olacaq? 2L-ə bərabər olacaq. 3 r kvadrat olur. Bəli, onda ox kəsiyin sahəsi bərabər tərəf üç bucaq olduğu üçün onu bu ox kəsiyin sahəsi bərabər tərəf üç bucağın sahəsi S3-dür. O da A kvadrat kötüs bölünsün 4-dür. Yəni bunun A-sı da 2-yə bərabərdir də. A-nın yerinə 2 qoysaq 2-nin kvadratı kötüs bölünsün. R-i sələdəsi yazdım. Bölünsün 4. Bu da olacaq 4. R kvadrat kötüs bölünsün 4. S ox kəsiyi bərabər olacaq R kvadrat kötüsə. Yəni, əgər konusunuz bərabər tərəf konusunsa, onda onun ox kəsiyin sahəsi R kvadrat kötüs olacaq. Normalda R vursa H. Deməli, uşaqlar, konusun yan səthin sahə düsturu oldu
S-yan bərabərdir. PRL, PRL. Tam səthin sahəsi oldu. PR vurulsun. L plus L. Həcmin düsturunu yazmadımsa, həcmi də S oturacaq vurulsun H-a bərabərdir. 3/1 S oturacaq vurulsun H-a bərabərdir. Üzr istəyirəm. Konus həcmi 3/1 S oturacaq vurulsun H-dır. Oturacağı da dairədə axı. O da olacaq 3/1 pi r kvadrat vurulsun H. Belə. Bir də konusun yan səthinin açılışındakı təpə bucağını üstürüb beta bərabər oldu. L bölünsün L vurulsun nə? 360 dərəcə. Belə. Bir də kəsik konusu var. İnşallah onda növbəti dərsimizdə keçəcəm sizə. O ayrı bölmədir. Onu danışacağım. Gəlin konusa aid bir neçə suala baxaq. Məsələn, birinci sual. Yazır ki, həcmi 48 pi santimetr kuba oturacağın radiusu R bərabər 3 santimetr bərabər olan konusun hündürlüyünü tap deyir. H bərabər sual işarəsi. Konusun həcm düsturu V bərabər oldu 3/1 pi r kvadrat H-dır. Gətirib düsturu yerinə qoyub yazacaqsınız. 48 pi bərabərdir 3/1 pi r-in yerinə yazıram 3-ün kvadratı 9 H qalır olduğu kimi. Daha burada çarpaz zat vurub eləyib 3-dən 9 çıxsa gedir, qalır burada 3, 3-dən 48 çıxsa gedir, qalır 16. Hilə çıxsa gedir, H bərabər olur 16-ya. Yəni, bunlar şifahi suallar. Yəni, bu nə dayanma dəyməz. Belə. İkinci sual asan, biraz çətin suallar. 7-ci suala baxaq uşaqlar, məsəl üçün. Deyir ki, katetlər 6 və 8 santimetr olan düzbucaqlı üçbucağın kiçik katet ətrafında fırlanmasına alınan fiqurun həcmini tapın. Fiqurun yan səthin sahəsini tapın. Deməli, biz düzbucaqlı üçbucaq çəkməliyik. Bax belə. Adlandırıram A, C, B. Kiçik kateti 6-dır, böyük kateti 8-dir. Onun hipotenuz avtomatik neçə olacaq? 10 olacaq. Və biz bu kiçik kateti ətrafına fırladanda uşaqlar, B-si katet tərpənməz qalır. A-si onun ətrafında dolanmaya başlayır. Başına dolanır da belə. Bu formada dolananda bunun kopyasının biri də bu tərəfdə alınır. Burada düşmür nəsə. Ha, belə. Burada yazaq D. Bu, deməli, burada konus yaranır. AC burada fırlanmaqla çevrə cızır oturacaqda. Belə. Sərəqət çəkdim mən. Nəsə. Bu da orijinal radiusdur. Deməli, bura radiusdur. R bərabər 8, bu da R bərabər 8 olacaq. H bərabər 6 da konusun hündürlüyü olacaq. Bu da L-də doğru olacaq. 10. Deməli, bu da L 10 olacaq. Konusun deyir, alınan fiqurun yan səthin sahəsi tapılır. Yan səthin düsturda S-yan bərabərdir. Pi R L-dir. Pi R 8-dir, L də 10-dur. Bu da olacaq 80 pi. A bəndi. Sonra ayrı bir sual. Məsələn, 11-ci sual. Konusun doğranı alt kötü 2, yəni L bərabər alt kötü 2. O kəsin təpə bucağı, ok kəsin təpə bucağı deyir ha. 90 dərəcədir. Konus həcmini taplayıb. Ok kəsi deməli bu düzbucağı üçbucaqdır. Ok kəsi düzbucağı üçbucaq olan nədir? Konusdur bu. Deyil. Mən deyirəm, bu niyə belə deyil? Aha. AC və düzbucağı üçbucaq.
Oturacağı da dairədir. Yəni bu bərabərlik düzəltmiş olacaq da. Çünki deyək konusunun ox kəsiyi bərabər olmuş bucaqdır. Bu bərabər olmuş bucağın da tabi bucağı 90 dərəcə sadəcə. Bax belə uşaqlar. Bura yazaraq O. Bura radius R, 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 L alt kötə ki. Yəni CO da R olur. necə? CO da R-ə bərabər olacaq. Bəli, bərabərlik düzəltmiş bucaqda təpə bucağında oturacaq mümkünlük həm median, həm təmirəndir. Ay sağ ol. Bura bərabərdir. Median da hipotenuzun yarısına bərabərdir. Ona görə burada L olur. L, R olur. Yəni bu H R-ə bərabər olur. Düz deyirsən. Vəssalam. Konusun həcm düsturu V bərabərdir. 3/1 pi R kvadratı vurulsun H-dir. Deməli bizə R lazımdır. R də H-a bərabərdir. Yəni R yerine H yazsam, R yerine H yazsam 3/1 pi vurulsun H kvadratı vurulsun H. O da olacaq 3/1 pi H kubu. Burada uşaqlar görürsünüz ki, ya bu düzbaşlı bucağa baxsaq, bu bərabərlik düzbaşlı bucaqdır. Bizə bilir ki, bərabərlik düzbaşlı bucaqda hipotenuz katilin bir uzunluğundan kötə 2 dəfə böyükdür. Yəni R katili R kötə 2-yə vursam, alt kötə 2-yə bərabərdir. Kötə 2 də yıxsa gedir, R də bərabər qalır 6. H da R-ə bərabərdir axı. Onda H da bərabər 6-ya. Gətir burada yerinə qoysaq 3/1 pi 6, H-ın yerinə 6 qoysam 6 kubu edir 216 72 pi edəcək. C variantı. Baxın sizdə. Müəllim, Bəli. üzrlü sayın evə tapşırığı verərdiniz. Mən hələ girib Teams-dən test yazmalıyam. Nədən test yazmalısan? Teams-də Nə test, nə test ki o? KSG. tarix, hə, Yaxşı. Gedir. Mən də gedirəm istirahətə. O yüzden dərs keçdim inşallah. Deməli bunu tapşırıq götürəsiniz. Deməli bir şey deyim sizə, indi yazma düşmüşəm. Birinci gün axşam saat 9-da yenə onlayn sınavımız var. 30 dənə sualdan ibarətdir. Birinci gün axşam saat 9 olur. Suallar hazırdır artıq. 30 dənə mükəmməl sual. Hə? Müəllim, mənim o vaxtda coğrafiyam olur əlavə. Nə var boş olsan bəs? Mən 9-da coğrafiyadır, axşam 11-də də tarixdir. Heç nə PDF atarım, ürəyin vaxtı, istəyən vaxtı sən işləyərsiniz. No problem. Freestyle. Oldu müəllim, çox sağ olun. Sağ ol, sən get istirahət elə. Kim imkan varsa uşaqlar saat 1-də qoşulsun. İstəmirəm ki, digər hazırlıqlarımızın vaxtına toxunsun. Yəni mən bu bazar günü sala bilərdim. Öz hazırlığımız vaxtına. Prosta salmaq istəmirəm ki, toxunmayaq da ora. Nəysə, başa düşən düşdü. Ev tapşırığı 1-dən götürəcəksiniz. Qırx 3-ə qədər təhlər. Bu da kəsik mənim kəsik olsa arada işləməyək də. Ha, kəsik yoxdur axı heç burada. Kəsik yoxdur. 43-ə qədər yox uşaqlar. Var idi, 37 idi, neçə idi, onun kəsiyi. Bir dənə məhsuluna görə ev yox. Bunu 43-ə qədər yox, ey. Ha, bunu 50. 43-ə yox, 53-ə qədər götürün. 53-ə qədər götürün hələ ki. 53-ə qədər götürün. Cənab cavab
Bundan sonra kəsit bunun içindeymiş. Yanımda. Eşlə. Əlçə qədər götürün. Kəsit olanla işləməzsiniz. Sonra baxacaq buna. Sonra kürə gəlir. Kürən işləyəcək. Belə gedin istirahət edin. Dincəlin. Gecəvi səyirə qarşı mənim yuxulu şirin olsun.